Salam dəyərli YouTube izləyicilərim. Bugün kanalımızın fəaliyyətə başlamasından 3 il ötür və bu 3 il ərzində nə qazanmışıq onların hesabatını sizə təqdim eləmək istəyirəm. Deməli, öncə onu qeyd edeyim ki, bu 3 il ərzində 154 minə yaxın izləyicini öz ətrafımızda cəmləşdirə bildik və hələ də kanalımıza abunə olmayan varsa abunə ola bilər. Bundan başqa 71,3 milyon baxış sayı əldə elədik ki, bu da çox ciddi nəticədir və bu nəticənin də demək olar ki, yarıdan çoxunu məhz geridə qalan bir il ərzində eləmişik. Eyni zamanda belə deyək, 100 minlərlə oxucunu, izləyicini, tamaşaçını öz ətrafımızda birləşdirə bildik. Buna görə xüsusi təşəkkürüm təbii ki, tamaşaçılarımıza, izləyicilərimizə də güvənən, dəstək olan hər kəsədir və Allaha sonsuz şükürlər olsun ki, necə deyərlər, çox məhdud komanda ilə biz bunu bacarmışıq. Çünki bəzən onlarla, yüzlərlə hətta əməkdaşı olan belə deyək, platformalar, təsisatlar var ki, biz istər xəbərlərimizin baxış sayında, istər keyfiyyətində onlardan geri qalmamışıq və bir çox hallarda hətta onları üstələməyə bacarmışıq və bu üstələmək də təbii ki, məhz sizin sayənizdə olub. Hər birinizə təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. İnşallah növbəti, belə deyək, günlərdə, növbəti əlamətdar günlərdə görüşə bilək. Hələlik bizim cəmi 3 yaşımız var. 3 yaşa sığdırdığımız, necə deyərlər, sığışdırdığımız uğurlar bu qədərdir. Ümid eləyək ki, qarşıdakı illərdə daha çox uğurlarımız olacaq və sayənizdə daha böyük uğurlara çata biləcəyik. Hər birinizə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.